Ne danışırsan sen Perviz? Sen değildin elçi git deyip baş beynimi aparan. Şimdi ne oldu? Baba, mən hələ də Banını sevirəm. Hı, bəs onda? Baba, biz Banu ilə danışdıq. Belə qərara gəldik ki, hələ biraz tələsməyək, tezdir. Birinci kursun axırına kimi gözləyək. Sonra elçilik də eləyərik nişanda. Bunu əvvəldən danışa bilməzdiniz. Mənə də tələsiyə saldın. Muradın yanında biabır oldum. İndi məni görsə soruşmayacaq ki, nə oldu o məsələ? Nə cavab verim? Baba, narahat olma. Banu da qardaşı ilə danışıb, hər şeyi yoluna qoyub. Səndən heç kim belə bir şey soruşmayacaq. Perviz. Dəqiq. Başqa bir məsələ yoxdur. Dəqiq. Doğrudan düşsaydı ha? Özü dedi. Hə, heç ağlıma gəlməzdi, amma beləymiş də. Bir dəqiqə. Bəs mən niyə demədi ki? İndi bu vaxtda o sevgi fikirləşə bilər. Başına gələn faciəni bilmirsən. Atası, anasını birdən itirdi. Belə vaxtda nətər? Düz deyirsən. Mən heç fikirləşməmişdim bunları. Deyirəm də, nə bilim. Sağ ol, sən səbirli ol, hər şey düzələcək. Səbir yerin xoşlamıram da mən də. Bir dəqiqə özünə deyim də. Ha, yox. Bax, mən ona söz vermişdim ki, sənə heç nə deməyəcəm. Sən ona nəsə deyəsən, Mahir, inciyərəm ha səndən. Yaxşı Aydan, yaxşı. Bax belə, səbirli. Nə qədər lazımdır onu gözləyəcəm. Aydan, bir sən mənə necə yaxşılıq elədin, sən inanırsan. Toyumuzda sən bizim şahidimiz olacaqsan. Bax, bunu mən sənə söz verirəm. Yaxşı, ged evə, soyuqdur. Neysə, ehtiyac yoxdur belə. Buradan. Üstüne ot dökülmesin. Bırak kızın elini. Ne tutulsa lan kızın elinden ha? Ay nənə, mən bilmirdim. Neyi bilmirdin az? Neyi bilmirdin bura gelmeyini? Murat dedi gel Banu'nu eve apar. Tek gitmesin. Şimdi görürüm sen hiç de tek değilsin. Burun tökülsün kız yesin. Nənə, sən... Ne de az? Oğlanların elinden tutmağı şehirde öğrenmişsən? Yoksa mektepte keçdikləri dərs budur sizə? Hürü nənə, siz bizi düz başa düşmədiniz. Kiri, sen kiri. Uzun saç gədə. Mən seninle danışmıram. Mən belki de qoşalmışam. Amma hələ ki başım xarab olmayıb. Her şeyi çok yaxşı başa düşürəm. Valla mən elə demək istəmədim. Kızın başını neyle peyləmişsən? Neyle peyləmişsən bu uşağın başını? Ay nənə, Tural məni aldatmayıb ki. Deməli, bu gədəyə özün üz vermişsən, hə? Elə mi? İtir gözümün qabağından. Bir də sənin nəvəmin həndəvərində görməyeyim. Bax, görsəm onda səni özüm bilirəm nə yiyəcəm. İşitmədin mi məni? Git də, itir burada. Git dedim. Boy, nə sırtıq gədədir bu? Gel görüm. Bax sən canını bu cür asanlıqla qurtarmayacaqsan məndən.
axşam Muradla ciddi söhbətim var. Nənə, nə Murad? Elə şey yoxdur, Murada deməyəcəksən, öldürər Murad məni. Gözünün qabağında bacısı oğlanlarla cükkündəşir, amma onun xəbəri yoxdur. Deyəcəm ki, bacına yiyə dura bilmirsən, aparıram onu kəndə. Nənə, nə kəndi? Hara aparsan məni kəndə bədbəxt eləmək istəyirsən məni? Uy, dilim ağzım qurusun az. Bədbəxt niyə eləyirəm? Belə gözümün qabağında olacaqsan da elə. Baxacam, neyinirsən, kimlə oturub durursan. Nənə, Qadın ol. Yoxsa elə bilirsən, hər yoldan ötənin əlindən tutmağı yaxşı mı işdir? qurban olum sana. Allah Tural yoldan ötən oğlandı, çox yaxşı oğlandı. Gidas. Zəhləm gedir o gedədən. Deyəcəm burada. Qurban olum, demə də. Deyəcəm. Bax, belə deyəcəm. Dur gedək. Ağrını alım, dur. Ehtiyatlı ol. Ay, sağ ol. Gedək. Deyəcəm. Bax, bu ölsün deyəcəm. Siz mənim qardaşımsınız? Hə. Adım da Ceyhundur. Bəs məni hardan tapdınız? Uşaq evində tərbiyəçim zəng vurmuşdu mənə. Birdən yadına düşmüşəm. Dedi ki, sən məni axtarmısan. Bəs mən dedi ki, orada incə adında uşaq olmayıb. Bilirsən, o düz deyib. Sənin əslində adın İnci deyildi. Yəqin sonradan dəyişiblər. Bəs mənim əsl adım nə idi? Sənin adın Ceyran. Ceyran. Hə, Ceyran. Ceyran. Yaxşı ki, sonradan İnciyə dəyişiblər. Qəribə gəlir. Oğlum, deyirsən adın Ceyhun oldu, hə? Bəli, adım Ceyhundur. Lap yaxşı. Ceyhun. Sən dəqiq bilirsən mən sənin bacına. Bax, mən indi səndən bir şey soruşacağam. Əgər o sənin də yadına düşsə, deməli sən mənim bacımsan. Nədir sualın? Bax, sən uşaq evindən ayrılanda anamızın yadigarı bir broşka var idi. Sənin yadına düşür o. Bunu deyirsən? Nə yaxşı qoruyub saxlamısan bunu. Bacım. Sən də yaxşı tapdın. Koy. Sizi biri sıktı çağırın. Ha bu bədbax İngilizce yazıb ki. Ha? My name is... Ha bu Şaxta babaya inanmağa azmış kimi hələ bir məktubda yazıb arsız-arsız. Şüz sənin təpəbə bala.
Dinlə, bu ingilis dili mənə baxsa lazım olacaq da. Bunu oxu da, bunu oxu da. Nə? I love you, Santa Claus. I write in a money smell. I love this, what's more? Nə oldu bala Şəngülüm? Gülürsən? Nə var ha? Həmişə sənə gülməyəcəm ki. Yaxşı, əsəbləşmə. Söz dala deyirəm, elə belə. Həyatda səndən gülmə adamlar var. Nüsrət kimi. Ay. Bax, sən bir sual verim ata bala. Əlbə bir ingilis dilində məktub düşür. Sən də dili bilmirsən də. Necə oxuyarsan o? Mən ingilis dilini yaxşı bilirəm. Onun üçün bu sual mənlik deyil. Sən də mənə yola getməkdən başqa hər şey bilirsən. Səid, sən? Mən də ingilis dilini bilirəm. Sağ ol. Bala ki. And I know English very well, right things. Söz semadır olayım. Deyirəm, yəni ingilis dilini yaxşı bilirəm, sökürəm. Kül mənim başıma. İngilislərin arasında yaşayıram. Əl boyda şu kağızı şey tərcümə etdirəmirəm. Kül mənim başıma. Nə kağızdır Nüsrət? Ver baxaq tərcümə eləyək də. Ülvi, ən ağıllı sənsən. Dinən ki, ingilis dilini bilmirəm. Belə də o qədər də bilmirəm. Öpürəm, dilim də ən ağıllısı Ülvidir. Sən canba, sən nə edirsən? Nə bilim, üçündən birinə verərəm oxusun. Ki, sən başla. Bu da mənim ağıllım. Birdən üçü də öldü. What's happened, Nüsrət? WhatsApp'ım yoxdur. Nə deyirsən, neysən? Deyirəm, nə olub? Xaricdən bir qızla yazışıram. O da şey, bu ailə söhbəti, şəxsi məsələdir. Sən nəşvə var, 100% qız ağzına gələni yazıb söyüb səni, hə Nüsrət? Sən də utanırsan bizə göstərməyə. Ağıllısan da insan. Deyirəm ki, o cür gözəl telefonun var. İçində nə qədər tərcümə proqramları var. Heç birindən sənin xəbərin yoxdur. Nə olsun? Ülvin də ağlı var da, amma xəbəri yoxdur. Adam başına baxanda yazığı gəlir. Bura bax, sən adam olmayacaq, tək görmə. Stupid. Ağzına gələni açma. Sən baş ver nə oynasın mən, makaron baş. Necə tərcüməyim mən, nə yazıb bura? Salam, Şaxta baba, bu il özümü yaxşı aparmışam. Bax, yaxşı aparmışam deyəndə nəyə fikirləşir bu? Yəqin axşam fil kimi yatmamışdan var, dişlərini yuyub təmizləməyə deyirlər ki, sənin təpəvə. Mən necə tərcümə edeyim, hə? When is Michael? Nə də? I don't... Bu tərcümə şeydə səhv yazılır, sözlər hamısı. Mənim pul imkan var. İstəsəm özüm də ala bilmək arzuladığım möcüzələrə. I want ağzımca məli deyim amma bu nə də? Aynısın möcüzələrə sənə inanmaq üçün qırmızı maşın evə istəyirəm. Bax, bunu niyə yazmışsın mən çox? İstəyirəm gətirsin bu yeni ildə mənə money is white. Sən hələ buna bax. Yəni şeyi başa düşdüm. Deməli, qırmızı maşın imkan da var. Sağ ol. Sənə bir dənə bu başa düşdüm o qoydu cümlədə. Bəti bax. Görsən başba nə oynasın mən. Niyə çağırıbsan məni? Hələ soruşursan, səni niyə çağırmışam? Ha? Neynəmişəm ki? Necə neynəmişəm, ala? Qızı necə qorxutmusansa, qız qorxudan əsəbləri pozulub, xəstə düşüb. Həkim də deyir ki,
20.000-i gətir, müalicə eləyək. İndi neyniyək? Zəhmət çək. Get 20.000-i gətir ver mənə. Gedə müalicə eləyək də qızı. Mən niyə? Mən niyə verməliyəm 20.000-i? Necə mən niyə? Kim verməlidir bəs? Məzələnsən sən məndən, hə? Qızı girib evdə qorxutmamısan, hə? Belə bilirsən qızı qorxutmaq asandır. Başımla denən hə. Aysa, qorxutmusan, indi zəhmət çək, pulu gətir qızı müalicə eləyək. Ya gətir, indi, ya da ki, lazım olan hərəkət eləyəcək, öz xoşundan gətirib verəcəksən. Nə olar? Heç kimə demə. Mən özüm fikirləşərəm. Yaxşı, özümə gəl, ilk oğlansan. 20.000 eşitdin, əsirsən özün. Yaxşı. Görəm belə qorxaq adamsan, çox üstüvə getməyim. Gəl belə eləyək. Bağışlayıram sənə. Amma səni bir də bu ətraflarda görsəm, məndən incimə. Yaxşı? Elə bil ki, borcu mənə vermirsən. Gəlib 10.000-i məndən alarsan. Yaxşı? Doğru deyirsən? Yox, zarafat edirəm. Başa düşdün də məni? Hə? İndi telefonu götür, nömrəmi yaz. Əsirsən, özüm yazım. Belə maraqlı yerə oxşayır. Sən burada nə oxursan ki? Biznesin təşkili və idarə edilməsi fakültəsində. Deməli bacım biznesmen olacaq. Görək də. Hələ 1-ci kursam. Bəs sən balaca olanda müəllimə olmaq istəyirdin axı. Nə oldu fikrini dəyişdin? Doğrudan? Mən o vaxt danışa bilirdim ki. Əşi sən 1 yaşından danışırdın da. Nə yaxşı yadımda qalıb. Deyirəm, bizi bir-birimizdən bu qədər ayrı saxladılar. Amma yaxşı ki, bir-birimizi tapmışıq. Sənə söz verirəm ki, bundan sonra həmişə sənin yanında olacam. Qardaşlıq edəcəm sənə. Bir də sənin xətrinə kim dəysə, qarşısına məni tapacaq. Bu bala kişi ara yoxa çıxdı. Ala görmədim, yala atası sən elədi. Rayondan bayram payı göndərim. Kişinin də işi gücü yoxdur. 2-3 gün onsuz da bala kişi gedəcək də kəndə. Rasxoddur bu kişi. Ha, Ülgü? Cavab ver də sənəndir. Kim deyir? Yəqin ya qohumu dedi, tanışıdı da. Ana, nə qoxum, nə tanışır, yala. Nəsə ciddi söhbət oxşayır, sən öl. Mənə bax, bunu boş buraxma. Sivo, zet. Zet. Dəli sənsən, elə bil iti qısqırdır. Onsuz da ağlı başında deyil, sən də bir tərəfdən. Nə bileyim, yala, axır zamanlar darıxdırıcı keçir günlər. Yəni, bunlar dava eləsəydi, baxıb gülərdik. Kimsən ha? Deyirsən ha burada? Ürbəyi çək! Ha, kimsən burada? Ürbəyi çək qardaşımdan! Çəkil! Qardaşındır. Hə, Ceyhun mənim qardaşımdır. Görüş bağışdı. Mən elə bildim. Sən çox səhv bildin. Bir də mənə və ətrafındakilara yaxınlaşma. Başa düşdün? Can, yaxşısan? Nə oldu yala? Yandırdın özü. Qardaşıdır. Nə? Meşəbəyin oğlu var imiş. Elə deyir. Mənə bax, məndən sənə məsləhət, tutar bu incizat, başını bıraq lan. Sən öl. Sənə lazımdır onunla evlənmək. Tembolu qardaşıdır. Ev qalacaq qardaşına. Sənə evsiz qız lazımdır. Sən öl, başını bıraq. Bir dənə hərəkət elə, evli qız. Sən öl, ev olan qız. Dibicən elə.
Cələ, papazan. Qulağı gətirəm. MP3 işləyir. Nusret, get də buradan. Sana yaxşılığa deyirəm də. Padiyomuş. Gəl ha. Banu. Duran çox danladı səni. Danladı nədir Tural? Ağzından çıxan dediyi mənə. Mən bizi bilsən nədir? Nənə hamısı Murada deyəcək. Dünən yaxşı ki Murad evə gec gəldi. O gələndə nənə yatmışdı. Amma bu gün mütləq deyəcək Tural. Deyirəm bəlkə yaxşısı budur. Onsuz da Murad müəllim əvvəl-axırı biləcəkdi. Xəstəsən sən. Sən bilmirsən Murad bizə ikimiz üçün də pis olacaq. Öz nənə məni kəndə aparmaq istəyir. Daha yox bir. O qədər də yox da. Həm məncə Murad müəllim icazə verməz. İcazə verməz Murad müəllim. Sən mənim nənəmin hökmünü bilmirsən Tural. Bugün sizə gələ bilərəm mən. Nə bilim. Bilmirəm. Daha neyiniyim? Dərsdən sonra gəmlərə ilə danışım da. Bəlkə bizə yazığı gəldi, hə? Bax da, nə bilim. İstəyirsən gələrsin, amma mən inanmıram nənə fikrindən dönsün Tural. Oğlum, danışa bilərik. Yox. Tural, nə vaxta qədər məndən qaçacaqsan, hə? Gəl söhbət eləyək bala. Dedim yoxdur. Xan müəllimə, xahiş edirəm çıxın da otaqda. Dərsiniz olanda gələrsiz. Tural. Tural. Neynirsən sən? Ona danışıqda danışırsan. Anan deyir sənin. Nə yaxşı, anan deyir sənin. İnci baxışda. Sənin qardaşın olduğunu bilmirdim. Düzü səni oğlanla görəndə... Fərqi yoxdur, yanımda kimi görürsən. Mənim həyatıma qarışma. Sənə bu ixtiyarı vermədim. Borcu olan kişi daha gəlmir. Məncə birdən-bir yenə çıxacaq ortama. Gerək nəsə fikirləşəm. Sən tək qız güya neynəyəsən? Qohumda qonşu heç kim yoxdur, ağız açardı. Bilirsən, anamla atamdan sonra elə bir ki tək qalmışam. Nə qohum, nə əqrəbam var. Yaxşı, bəs Mahir məsələsində nə fikirləşirsən? Aydan, məncə bu söhbət açmayaq. Özün bilirsən də niyə? Hamı buradadır. Uşaqlar, gəlin indidən yeni ildə hara gedəcəyimizi danışaq. Çünki sonra hamınız yoxa çıxacaqsınız. Əvvəl hamı hə deyir, sonra hamı yox olur. Uşaqlar, bir dənə maraqlı oyun var. Adı da görməyən Santadır. Bəlkə oynayaq. Belə pis oyun deyil, biz elə sinif uşaqlarını oynamışdıq o vaxt. Yaxşı idi, pis deyil. Ha, bu nə oyunu, belə maraqlı, deyim bizdə. Demək belə də, adlarımızı yazırıq, pükürüyü atırıq.
Belə bir götürürük də. Kimə nə ad düşdü o adama yeni il elə bil hədiyyə alır yolkanın altına qoyur da. Başa düşdünüz? Nə maraqlı. Mən razı. Mən də razı. Mən də narazı. Uşaqlar hamı razıdırsa oynayaq. Mən çıxın. Mənim hədiyyəmi özü Santa Claus gətirəcək. Səbinə, onda siyahı tut, hamının adını yaz, Afaqın adını yazma. Yaxşı, bu hədiyyələr bahalı olmalı, yəni bu... Yəni ki, nəzərə alaq, limit qoyaq da ki, 10 manatdan artıq olmasın da, yəni. Oynayırsınız, bir samballı oynayın da, 10 manat nədir day? Afaq, sən oynamırsansa qarışma da. Nəysə, uşaqlar. Səbinə, sən siyahını yaz. Uşaqlar, hamı razıdırsa, mən də restorana danışım. Danış bərim. Danış. 2 manat məndən. Neynir indi? Getdi uşaqlar. Bir, yavaş. Dünyanın axlı deyir ki, dünya. Deyə gələ, zibili sıxdı. Yaxşı da, bala kişi. İndi hamı başa düşəcək sənin kimi düşüb. Yaxşı! Ne olur be burada? Ha, komponi bazar. Ne bazar açmışsınız burada? Fikret mən bazar açmamışıq, bu dərsləri təkrarlayırdı. Yəni, bu misal üçün keçən dərslərimiz hansıydı? Reklam işləri, logolar, bazar iqtisadiyyatı. Aferin. Görürəm hazırsan. Kəllə başqa şeydir. Hə, müəllim, elə Nüsrət danışsın da dərsi hazırdır. Yox, mən görürəm o hazırdır. Yaxşısı budur, Səbinə. Gəl sən danış. Sakin! Keçin yerinizə. Keçin əyləşin. Hə, Səbinə, buyur. Yeni il harda keçirdəcəksiniz? Evdə ailəmlə nədir? Deyirəm, bəlkə bu il öz ailənizi qurmağı fikirləşəsiniz artıq. Yəqin vaxtı gələndə fikirləşərik. Mənə elə gəlir ki, sizin də qapınız mənim kimi bağlıdır. Gəl. Gedib Fred ağzından ölləmsən. Alın bunu. 2 dəfə qapımız açılsın deyin. Maraqlıdır. Bunu deyəndə qapı açılır. Yemək istəmirəm. Qoy mənim qapım elə bağlı qalsın. Bir də ki, havalar elə soyuqdur. Murad? Oo. Qardaşınla yola girsən? Daha tezə tanış olmuşuq. Deyirsən, indidən dalaşaq? Yox. Necə də oxşuyur sənə? Dünən biraz uşaqlığımızdan danışdı. Pis oldum. Amma hələ də öyrəşə bilmirəm. Əlbəttə, öyrəşmək biraz çətin olacaq. Hələ, sonrası da var. Nə sonrası? Sonrası oldu ki, gündən bir gün gəlib mənə deyəcək ki, mənim bacımdan uzaq dur. Daha tək olmayacam da, arxamda dayanacaq.
soruşmam. Yəni sən indiyəcən tək idin. Onda mən kim idim? Sən. Sən mənim özümsən. Ona görə də sayılmır. İki başlı özdə maraqlı cavab. Salam xanım müəllimə. Danışa bilərik sizlə. Nə deyəcəksən? Mənim səhv olduğumu? Mən heç vaxt Tural'la sizin aranız dəysin istəməmişəm. Lap yaxşı. Gedə bilərsən. Bu dəfə heç yerə getməyəcəm. Bir nəfərin də gəlməyini gözləyəcək. Alo. Tural, kitabxanaya gələ bilərsən? Hə, buradayım. Onu da gözləyirəm. Nahaq çağırdın. O mənə əvvəlki kimi istəmir. Siz nə danışırsınız xanım? Mən necə yəni istəmir. Onun mənlə necə davrandığını görmədin? Hı? Ola bilsin. Siz məndən yaşda böyüksüz, mənim sizə bunu deməyim çox yersizdir. Amma deyəcəm. İnsan ürəyində sevgi ya olur, ya da yox. Sevginin azı, çoxu, yarımçıq olmur. Onun ürəyindəki ana sevgisinin böyüklüyünü siz məndən daha yaxşı bilirsiniz. Tural. Getmə, gəl bura. Tural indi sizdən inciyib. Amma insan ən çox sevdiklərindən inciyə bilir. Necə deyirlər, uman yerdən küsərlər. Bilirsiniz adam niyə incir? Qarşı tərəfə onsuz özünü necə hiss eləyəcəyini hiss elətdirmək üçün incir. Bəzən harda dayanmağımızı unuduruq. Bu inciliyi uzadırıq. Düzdür Tural. Uşaqlıq eləmə. Mama bağışla. Mama qurban sənə. Mənim bir dənəm canım. Yaxşı ki varım sana ay Tural. Ay səs neynəyəm? Sən verənə qurban olun balam. Allah aşkı varımsın. Sən də ürəklisən də. Uyda. Santa Baba mənə məktub yazıb. Yes! For my dear never Afak from Santa Baba. Yes! Axır ki.
Dəli ceyrandır özümə. Özümə, əsən şükran. Üzün gülür. Vəziyyət yaxşıdır deyəsən. Mənim vəziyyətim bombadır, amma sənin vəziyyətin desən yaxşıdır. Nə olur ki və? Nəsə olub? Min dəfə demişəm, uşaq iş tapşırmadı. Gör uşağı iş tapşırmısan da sən. Zibil edib hamısını. Nə olub ay Nüsrət? Ata-bala neyniyib ki? Bütün günü gözümüzün qabağındadır yazıq uşaq. Nə olacaq ay qız? Rüstəmin Qızqayıta gedən yollarını bağlayıb. Niyə elə baxsan, Bax, sən bir dənə belə maraqlı bir dənə sualın var. Sən deyə qədər kimdən xeyir gəlib? Məndən yoxsa Nüsrədən? Saxla, Çıpız. Bir dəqiqə. 200-dən də mənə xeyir gəlməyib. Bunu biləsiniz. Qaldı ki sənə sözün yarımçıq qalıb. Görüm nə olub. Olub ki, Qızqayıt müəllim. Deyirəm ki, Qızqayıt müəllimə. Qızqayıt müəllimə. Ayşə. Qızqayıt müəllimə yazıq. Elə bir şey onun bəxtindəki sən yox, Murad müəllimdir. Bəlkə durub oturarsa bu söhbətdən zaddan eləyək. Hə Eldar, danış ondan. Dərsin ver onun. Sən qarışma da. Dədəm düz deyir. Bəs sən də dədəm düz deyir. O qızın evini tanıyırsan? Hansı qızın? O qızından ha. Nədir o? Səfadır, cəfadır, şəfadır. O danışdığın qızın. Hə, tanıyıram. Nə olub? Heç nə dedim. Aparardın bizi, tanış olardıq da. Doğrudan. Sağ ol ay dədə. Yox, sağ ol ay dədə. Sağ ol. Yenə sən ay dədə. Gəlirəm də nə olub? Müəllim yoxdur ki. Yox, narahat olma, gəl. Tural. Bayaqdan səni tərifləyirəm nənəyə. Oturub səni gözləyir. Səncə dil tuta biləcəm? Mən bilmirəm. Nə inirsən elə? Yalvar, yaxar, bilmirəm. Nə inirsən elə ki, Murad bilməz. Orada nə fısıldaşırsınız, hə? Buraya gəlin görüm. Otur. Hürü nənə, xahiş edirəm, yalvarıram. Saxla. Bilirəm nə deyəcəksən. Deyəcəksən ki, Murada heç nə deməyim, hə?
Valla vaxtı gələndə Murad müəllim özü də biləcəyi. Lap istəyirsiniz bu tezliklə elçilərimi də... Tələsmə. Tələsmə. Mən elə bilməliyəm ki, sən mənim nəvəmə elçi göndərməyə layiqsən ya yox. Bir şərtim olacaq. Əgər razılığı versən, onda Murada heç nə demərəm. Gülşen. Eve girsən? Hə. Ötürüm səni. Başa düşmədim. Mən niyə səndən yol getməliyəm? Niyə getməyəsən ki? Utanırsan məndən? Mahir, əl çək məndən. El eləmə ki, xətrəvə deyim, yaxşı? Sən onsuz da mənim xətrimə deyirsən. Bu artıq sənin problemindir. Nə qədər ki, belə hərəkətlər eləyəcəksən, belə də olacaq. Gülşen. Niyə belə eləyirsən ki? Hı? Necə? Mən onsuz da hər şeyi bilirəm. Nəyi bilirsən? Aydan mənə hər şey deyib. Mən bilirəm ki, sən də məni sevirsən. Ceyran özü də o hardan ağlıma gəldi. Əşinə bilmir, mənim adım Ceyhun, o da Ceyran. Dedim, heç olmasa uyğunluq olsun ki, bəlkə inandı da bizə. Amma yox, öz aramızda yaxşı oynadın. Bilə-bilə ki, hər şey yalandır. İstər-istəməz mənim də gözlərim doluyur. Qulaq as, hər şey istədiyimiz kimi olsa, puluvu necə danışmışıq, elə də alacaqsın.